Həzrət, niyə kitayski maşın? Yəni, bilmirəm bundan qabaq nə sürmüsən, elə bax o sual verəcəm sənə. Artıq biz Kitaylara yoluxmuşuq da, çünki mən bundan qabaq başqa maşınlardan məsələn danışırdıqsa, adamlar gəlirdi, ənənəvi maşınlardan danışırdı. İndi artıq məcburuq ki, biz Kitay maşınlarını göstərək. Niyə Kitay maşını? Yaxşı sualdır. Artıq bir il yarımdır maşın almışam mən. Çünki əvvəl Hyundai Santa Fe 2013 sürürdüm. Sürdüyüm maşını da elə 0 almışdım, 2.4 idi. Yəni maşının heç texnologiyadan demək olar ki, xəbəri yox idi. Elə bilirdim yox idi. Yox idi, əlbəttə ki. Maşından oturanda elə bilirdim ki, Juguni cibdən minmişəm də, belə deyək. Yəni o maşın sadə var idi. Sonra mən də gördüm ki, Çindən çoxlu maşınlar idxal olunur, hansı ki ölkəyə gətirilir. O dəniz başlamışdı. Təzə başlamışdı, ayda aldılar. Fikirləşdim ki, mən bu maşını indi satmasam, özü 2.4 mühərrik idi. Sonra əlimdə partlayacaq, dost olacaq. Həmin dönəmlərdə artıq mən qoydum maşını turboza. Həm də ki, normal qiymətə verdim maşını. Demək olar ki, 30 min manata satdım. 2.4 ən sadə maşın idi. Həm də ki, 200 min artıq sürmüşdüm. Amma indiyə kim qalsaydı, mən o qiymətə verəməyəcəkdim. Ondan qabaq nə sürmüsən? Yenə də maşın oldu yəqin ki. Ondan qabaq yox, olmuyor. Velosiped oldu. Hə, velosiped oldu. İlk maşınım elə Santa Fe olub, onu sürmüşəm, amma ondan sonra satmışam. Necə oldu ki, bütün maşınları qoydun, indi lap Çin almısansa, okey də. Niyə Unikey? Yəni, şey də bu deyəsən, plug-in hibriddir. Plug-in hibriddir, plug-in hibriddir. Yəni, onsuz da seçimim mənim qəti dizel olmayacaq idi. Ya plug-in hibrid olmalı, ya da bunu bitirmişdin də dizellə. Dizelə ya Sorento fikirləşdim. Son baxdım ki, tendensiya, inkişaf, müasir texnologiya, funksionallıq, hamısı bunlar. Neçə vaxt sürürsən? İl yarım. Bir il yarım sürürəm. Nə qədər sürmüsən? Neçə kilometr? Hardasa 30 min sürmüşəm. 30 min sürmüsən. Bəli. Yaxşı, nə problem çıxıb indiyə kimi? 30 min sürmüşəm, şükür Allah, heç bir problem yoxdur. Amma səmimidir də, xahiş edirəm. Səmimi, heç bir problem. Bax, bu qardaş nə Çanqanda işləyir, nə hər hansısa bir, belə deyək də, əməkdaşlığı var. Yəni, Çanqanla heç bir əməkdaşlığı yox, heç bir belə pismasın, yəni yaxınlıqlığı yoxdur da bu adamın ki, desin ki, yox, bu maşını ancaq mən tərifləməliyim. Mən səndən bax, səmimi soruşam. 30 mində başıva hər hansısa bir, nəsə bir problem gəlibmi, yolda qalmısanmı, o tok sistemi ilə, nəsə bateriyası ilə, nə olub, nə heç vaxt yolda qalmamışam. Bir dəfə maşında problem olub. O da nəyə görə? Maşına padvoş, hansı ki ayağı altı almışdım Kitaydan. Padnoşka qoşmuşsun. Padnoşka. Getdim, o bir yeri var idi, adını çəkməyəcəm. Onlar üçün də biraz pis olmasın deyə. Getdim qoşturmağa, hansı ki naqilləri düz qoşmamışlar, kabelləri. Orada pidaxanitil dəyişmişdir. O artıq ustanın o səhvi. Ustanın şeyindən, hansı ki düzgün qoşmamağından, orada temperatur datçığı var ki, o xarab olmuşdu, maşın özündən xodlanırdı və belə şeylər baş verdi. Apardım seri uzvaydı, onu dəyişdilər, ondan sonra başladı normal işləməyə. Qəşəng. Amma heç bir digər problemim olmayıb. Sərfiyyat nədir bunda? Sərfiyyat çox... Özün baxırsan da, yüzə nə yiyir, nə yandırır? Bax, deyim də sizə, bu çoxsu deyir ki, manatlıqla ölçmək düzgün deyil. Çünki 92 aktan var, 95 var. Mən 95 tökürəm maşına. Birinci 92 tökürdüm. Bir müddətdən sonra injektor işığı yandı, hansı ki, hərlikdə də bir şey problem var. Keçdim 95-ə. 95-ə 2 səndən sonra artıq o problemi mən yaşamıram. Sərfiyyat deyir ki, trasda yiyir 6-8-7. Mən özdə aqressiv sürürəm. 200, 220, 240, 254-ə kimi hətta bunu qaldırdım. Sıxmısan. 254-ə kimi? Bəli, 254. Sonra deyirsiniz, Kitay maşını. 240 yazdım, 254 sürmüşəm. Necə eləmişsin olsun o? Çünki o keçən dəfə də videolarda demişdiniz, bu Pulkor motordur. Biraz qorxulu deyil də. Bunda hansı ki... Guinness Rekordlar kitabına düşmüş motordur. Bax, bu kapotun altındakı motor. Bakı-Quba pullu yolda sürmüşəm həmin bu sürəti. Orada çünki sürət həddi və ya radar olmadığını... 204 necə sürmüşsən? 254. Rahat gedə bilir maşın. Yəni, əgər şarj varsa maşında, benzin 95 isə normal yerdən tökmüşsə, həmin sürəti ala bilir. Bundan əlavə olaraq da indi Uniqabil 2 IDD modeli 2023-cü ildə, 2022 buraxılışda, mən 23-də almışam. Bunun funksiyaları indi təzə müasir modellərdən biraz fərqlənə bilər. Çünki deyək ki, bunda avtoparking yoxdur, məsəl üçün bu maşında. Digər, məsəl üçün uzun modellər var ki, onlarda avtoparking var. Düzdür, mən avtoparkingi zaten istifadə eləməyəcəkdim. Bu günləri bunu satmaq fikriniz alın yoxdur? Bu günləri bunu satmaq fikrim yoxdur. Yoxdur. Yox, niyə görə? Çünki bugünkü gündə bunun mühərrik kimi və mühərrik kimi dözümlü və bunun belə deyiləm, sürətlənməsi, deyək ki, İndi təzə texnologiya necədir? Məsələn, lilərdə, digərlərində fərqli dipallarda, generator motorda 180-dən yuxarı gedir. Elə ki, gəlib bir dənə 200-dən priora keçdirsən, o sənə xoş olmayacaq. Ona görə də biraz onları tərəddüd edirəm. Amma dəyişsəm də ki... Dəyişsən nə var? Dəyişsəm nə alaram? Söz düzü, bu biraz qəşəng sualdır. Yəni qayıdarsan yenə də bu bislərə, yoxsa yenə... Yox, qayıtmaram, əlbəttə yox. Kitayla davam edirsən? Kitayla davam edirəm, əlbəttə. Görürsünüz, mən heç nə demirəm, and olsun Allah. Yəni sürən adamdır bu. Çünki komfort deyil, maşının genişliyi,
masajı, sideni soyutma, sideni isitmə, ondan sonra yol tutumu, Bir hansı də ki tualet tamamı yoxdur. bir də tualet tamam yoxdur. Bir şey Santifeyi məsəl üçün mən 160 liradan Allahı dua kəlmə şahadət Bu nə? Təkər satsın qazanacaq. maşın verəcək. Düz istəmirəm, o da mənim köhnə maşınım olub. Amma bu 240 sürəndə içində adamlar hansı ki ailə üzvləri də olur, başqa adamlar da hiss eləmirlər ki, bu 240 gedir də. Yol tutumu çox sərbəst, çox Nə hər halda təzə maşındır, həm də təzə maşındır deyə Hə, təzə məsələlər də var, bu amillər də var. Hə. Bu общем, bir dənə də son olaraq bir sualı verim, dəqiqləşdirək. Bu maşını satsan nə alarsan? Şeyə qayıtmayacaqsan, bu tərəflərə qayıtmayacaqsan, kita ilə davam edəcəksən. Nədir fikrin? Bu maşını satsam qəşəng sualdır. Alaram Dipal S09. Bakıda var mı? Yoxdur. Başda yox. Bilirəm, çox mənə belə biraz şey gəldi, Hə. uzaq gəldi. S7 də ən çox Çanqanın da o da, yəni Çanqanın Hə, bilirəm, şeydir, premium klassıdır. Belə, yəni bax adamı dindirdik, Kitay maşını sürəndi. O girirlər kommentlərə, Kitay maşınına heç oturmayıblar ha. O nə maşın, adam Kitay maşınına pul verər. O budur. Ay qardaş, bir heç olmasa bunun ruluna belə Sizelnikinə otur, bir ruldan tut, sonra nəsə danış da. Yəni sürmədiyin şeyi necə danışa bilərsən? Mən bir dənə şey də vurğulayım. Bax düz deyirsiniz, düz sadalayırsınız. Bundan əvvəl hansı ki avtomatik tormozlanma deyək də, əvvəl premium maşınlarda idi də. Ən full maşın almalıydın. Ki onda olsun. Ən fullun, nə bilim BMW-nin ən fullun, nə Kia-nın ən fullun. Onda da ki imkan vurdu, amma qiymətləri çox baha olurdu. Lüks, zad, panoramikdən heç danışmıram. Amma hazırda Kitayın demək olar ki, orta maşınların hamısında artıq hansı ki avtomatik tormozlanma da hansı ki piyada görəndə özü avtomatik tormozlasın və digər hansı ki müasir texnologiyalar hamısı təhsis olunur. Yəni bu da üstünlükdür. Bir də ki, mən heç bunu demək olar ki, elektrik maşın kimi sürürəm. Çünki iş həyatında bir də yer düzəltmişəm, orada toka qoşuram. 135 km verir də. 2 gün işə gedib gəlirəm. Bir də ki, Həzrət bilirsiniz hansı kateqoriya adamlardandır. O fikirləşmir, bu maşını alım, bunun ehtiyat hissəsi nətər olacaq? Zapçası maşını almayıb, zapçası fikirləşmir. Bir bunu al, bir sür də, bu sıfır maşındır, bu nə zapçası fikirləşsən sən? Alan ki, almamışdan qabaq fikirləşirlər ki, bunu gəlib harasa vuracaq. Yox. Ehtiyat hissəsi mən hamı bilir ki, ehtiyat hissəsi cəmaatı kömək edirdim, gətirirdim. Çini özündən maraqlandırdı ehtiyat hissəsinin. Çində hansı ki satışlardan, Çində dükanlardan ehtiyat hissəsi doludur. Yəni sıxlıq yoxdur, çətinlik yoxdur. Zibil kimi belə deyək. Maşınlar hətta orada saytlar var ki, oradan görə bilərsiniz. Maşınları doğrayırlar, satırlar. Mühərriki ayrı, hansı ki sürətlər qutusu ayrı, kuzov ayrı. Başıma dönüm. Kitayda adam da satırlar. Sən neydə danışsan? Vat ayrı. Həzrət, çox sağ ol qardaş. Minnətdaram. Təşəkkür edirəm gəldiyinə görə. Çox qəşəng söhbət elədik. Növbəti buraxılışlarda görüşək.